Xəbər verdiyimiz kimi paytaxtın Binəqədi rayonunda 13 yaşlı yeniyetmə qızın meyidi axşam saatlarında valideynlər tərəfindən mənzildə aşkarlanıb. Doğru Xəbər Azərbaycan bildirir ki, hadisə ilə bağlı mərhumun atası Baku TV-yə danışıb. Onun sözlərinə görə yeniyetmə gecə hamı yatdıqdan sonra telefonda qorxulu videolara baxırmış. Mən bunu bilmirdim. Polis araşdırandan sonra məlum oldu. Dəhşətdir. Cin, şeytan, qəbristanlıq kimi görüntülərə baxırmış. Hətta dəftərinin birinə cinə bənzər qorxulu bir rəsm də çəkib. Əsasən telefonundadır deyə ata qeyd edib. Mərhum yeniyetmənin bibisi də haray çəkərək valideynlərə səslənib ki, övladlarınıza nəzarət edin, baxın görün nəyə baxırlar, nə edirlər, telefonlarını yoxlayın və s. deyə. Həyatını itirən qızın fotolarını təqdim edirik.